iki prezident tərəfindən Ağ Evdə imzalanan anlaşma memorandumu, hansı ki, çox konkret məqsədi var. Və məqsəd ondan ibarət ki, qısa müddət ərzində, 6 ay ərzində Azərbaycan-Amerika münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə yüksəlməlidir və strateji tərəfdaşlıq münasibətlərinin orada konkret sahələri də qeyd olunub sənəddə. İnvestisiya, energetika, nəqliyyat, süni intellekt, rəqəmsal inkişaf, müdafiə, təhlükəsizlik, yəni bu sahələr və bu sahələrdə yeni tərəfdaşlıq, strateji partnyorluq haqqında deklarasiyanın imzalanması gözlənir və mən onu qeyd edim ki, o istiqamətdə çox ciddi hal-hazırda işlər gedir və davam edir. Burada iki lider arasında xüsusi münasibətlərin bir notları da var və güman ki, Bəli. Və yəni Amerika yeni administrasiya və xüsusi olaraq Prezident Trumpın özünə məxsus bir siyasəti var və onun üçün şəxsi münasibətlər olduqca önəmlidir, olduqca vacibdir və cənab prezidentlə onun münasibətlərinin, o təmasların çox, hətta birinci telefon zəngindən cənab prezident onu seçilməsi münasibətini təbrik etdikdən sonra Vaşinqtonda biz indi BMT Baş Assambleyası çərçivəsində olan təmaslarda gördük, neçə dəfə Azərbaycana istinad etdi, neçə dəfə cənab prezidentə istinad etdi, onların ünsiyyəti bu hələ görsənən tərəfi idi, yəni çox qısa müddət ərzində ötən il və bu il Çin Xalq Respublikası ilə 2 sazişin imzalanması, ötən il strateji tərəfdaşlıq, bu il isə hər tərəfli strateji tərəfdaşlıq, cənab prezidentin inanılmaz möhtəşəm bir dövlət səfəri Çinə, nə qədər sazişin imzalanması, Çinin Azərbaycanla bağlı siyasətində ciddi bir fərqli yanaşma, vizaların azad edilməsi, Azərbaycana investisiyaların qoyulması, bütün sahələrdə əməkdaşlığa yaşıl işıq. Biz artıq 2025-ci ildən başlayaraq Avropa İttifaqının Azərbaycanla münasibətlərdə fərqli marağı hiss edirik. Siz diqqət edin, son 2 Avropa siyasi platformasında, Tiranada və indi Kopenhagendə hər ikisində Avropa həm Şurası, həm Avropa Komissiyası prezidentlərinin ikisinin birlikdə cənab prezidentlə görüşləri oldu və çox pozitiv görüşlər oldu. Qısa müddət ərzində 3 Avropa komissarı Azərbaycana səfər etdi. Avropa İttifaqı bizim üçün önəmlidir. Ən böyük ticarət tərəfdaşımızdır, investisiya tərəfdaşıdır. Çox böyük perspektivlər orada mövcuddur.